Salam. Dünyanın heç bir yerində Azərbaycanın prezident ailəsi kimi ölkə idarə olunmur. Ötən gün İlham Əliyev Mehriban Əliyevanı da vurub qoltuğuna, həmçinin nəvələri ilə və qızı Leyla Əliyeva ilə gediblər Sibirizə. Yenə Sibirizdə görülən işlərlə məşğul olublar. Yəni Emin Ağallarovun yanına. Qurduğu, tikdiyi o Nardaranda insanların, əhalinin əllərindən zorla alınıb, dənizin qırağını, hər tərəfini hasarlayıb tikdikləri şəhərciyə. İndi mən Nardaranda, o Sibirizdə oynanan oyunları, fırıldaqları ifşa eləyəcəm, izah edəcəm nələr baş verir. Və tanınmış iş adamı, milyarder İlqar Hacıyevin də etdiyimiz müsahibədən bir hissəsini təqdim edəcəm. Nələr baş verir, nələr? Azərbaycan xalqı başımıza nələr gətirirlər və adını da qoyurlar inkişaf. Bax elə gördüyünüz bu görüntülər ötən gün aprel ayının 18-də baş veribdir. Deməli, dəyərli dostlar, xahiş edirəm ki, sona qədər bu videonu izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. İlham Əliyev Azərbaycanda rüşvətlə bəslədiyi məmurların hamısına tapşırıq verib ki, Sibriz hələ başa çatmamış, tikilişi yekunlaşmamış, oradan hər kəs ev almalıdır. Və oradakı evlərin qiyməti də minimum qiyməti bir otaq, studiya tipli bir otaq qiyməti 250 min manatdan başlayır. Ən kiçik 30 kvadrat metrlik bir evcik 250 min manatdan başlayır. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Dəyərli dostlar, nələr baş verir? Artıq 5-6 ayın içərisində İlham Əliyev ikinci dəfədir ki, Sibirizə gedir. Leyla Əliyeva ilə bərabər və nəvələri ilə bərabər. Mən indi nə izah edəcəm, dəyərli dostlar? Və bu, Azərbaycan hakimiyyətinin daxilindən verilən dəqiq məlumatlardır ki, İlham Əliyev bütün nazir, hələ demirəm, nazirlər çox orada böyük villalar alırlar. Söhbət o hətta orta tipli məmurlardan gedir. Hansı ki, onlara imkan yaradır İlham Əliyev ki, rüşvət alsın. Sxemə baxın, sistemə baxın, piramidaya baxın. Görün necə bir maxinasiya qurublar. İlham Əliyev Azərbaycandakı nazirlərə, məmurlara, tək böyük o fiqurları demirəm, balinaları demirəm, orta tipli məmurlara belə, hansı ki, ayda bir 3000, 5000 maaşından əlavə çapçukları gəlir, rüşvət pulları gəlir, əl əyriliklərindən. Bax, bunlara şərait yaradır. Güya Azərbaycan Baş Prokurorluğunun, polisinin, Dövlət Təhlükəsizlik Xidmətinin əllərində imkan və yaxud da dəlillər, sübutlar yoxdurmu? Kördülarmı? Yox, kör deyirlər. Özlərini körlüğə qururlar. Çünki İlham Əliyev Azərbaycan Prezident Administrasiyasından belə tapşırılır ki, ölkə belə idarə olunsun. Əllərinə pullar keçir bunların. Yığırlar, əllərinə pullar keçir. Və rüşvəti ona görə imkan yaradır həm də İlham Əliyev ki, pulu olsun. Pulu olsun, gəlsin bunların şirkətlərindən evlər alsınlar. Bunların şirkətlərinə müraciət etsinlər. Yoxsa Paşa Holdingin bankı, Paşa Holdingin tikinti şirkətləri, tikdikləri Bakıdakı güya Ağşəhər, osu, busu, otellər, binalar, bəs o imkanı yaradırlar ki, məmurlar rüşvət alıb əllərində pullar olsun. O xalqdan soyduqlarını İlham Əliyev axı xalqın cibinə özü birbaşa girə bilmir, girmir. O, özünün məmurcuqları vasitəsilə xalqın cibinə girir. Və xalqın cibinə girməklə də o məmurcuqlar əllərində pullar əldə edirlər. O pulları da əlbəttə ki, bir hissəsini, yəni pul kimi elə verirlər, yuxarı ötürürlər bu piramidada və gedir İlham Əliyevin ailəsinə, məsələn, Heydər Əliyevin o qara fond, Heydər Əliyev adlanan fonda və bir hissəsi də
Güya qanuni yollarla keçir Paşa Holdingin o tikinti şirkətlərinə. Güya Sibrizə. Məsələn, İlham Əliyev tapşırıq verib, o məmurlar Sibrizdən hamısını ev almalıdır. Hamısı ev almalıdır. Nə ola bilər içlərində güya biznesmeni var, güya nə bilim, bir orta bizneslə məşğul olanları var. Onlar da Sibrizdən ev alırlar ki, xoşlarına gəlsin. O Əliyev ailəsinin, Paşayevlərin xoşuna gəlsin və yaxud da biraz həqiqətən imkanı var, görür ki, dənizin kənarında yaxşı bir şərait qurulubdur və ev alır. Biraz imkanı var. Azərbaycanda hər kəs kasıb deyil ki, məmurlardan kənarda 1% də var ki, onlar həqiqətən də həqiqi bir bizneslə məşğul olurlar. 1%, 1% bilirsiniz nə deməkdir? 10 milyonun 1%-ni hesablayın. Nə deməkdir? 100 min insan deməkdir. Heç o bəlkə də 100 min də yoxdur. Yəni əlləri bir pula çatır. 10 milyonun 1%-i çox cüzi bir şeydir. Mən bəlkə də səhv edirəm 1% deməklə. 0,1% deməliyəm mən. Əlqərəz. Və bunlar Sibrizdən ev alırlar. Sibrizdə baxın indi mən məlumatları paylaşacağam dəyərli dostlar və məlumatları paylaşacağam. Elə İlham Əliyevin saytında da göstərilir. İlham Əliyev gedib və indiyənə kimi Sibrizdə 500 deməli bina, ev, obyekt tikilibdir. Və bundan sonra 2028-ci ilə kimi 700 daha obyekt və binalar tikiləcəkdir. İndiyənə kimi 3 milyard investisiya qoyulubdur. Güya Emin Ağallarovun 3 milyard hardansa özünün pulu var qoyub ora. Əlbəttə ki, yox. İlham Əliyevin ofşor şirkətlərindən və Emin Ağalarov həqiqətən biraz da pul veribdir və dövlətin qeyri-qanuni yollarla İlham Əliyevin özü tərəfindən Emin Ağalarova yaratdığı şərait nəticəsində pulsuz torpaqlar əldə eləyibdir. İnsanların əllərindən alınan torpaqlar ora Nardaran əhalisinin torpağıdır. Pulsuz verilibdir Emin Ağalarova. Çünki nəyə görə? Çünki İlham Əliyevin nəvələrinə qalacaqdır. Nəyə görə həftə 8 bunların nəvələri o Mikaildir, Əlidir, nədir? Hər gün həmən Sibrizdə oradadır. Deyirlər ki, biz güya ayda keçənlərdə güya müsahibə veribdir. Belə utanmaz Emin Ağalarov da azyaşlı uşaqlarını çıxardır. Orada deyir ki, pul qazanırlar bunlar. Ayda $3000 güya bunlar pul qazanırlar. Sibriz Əliyevin nəvələrinindir. Və pulsuz torpaq sahələrini verib. Neçə min hektar. Eyni zamanda pulsuz su ilə təmin eləyir. Dövlətin əksinə bunların hamısı pulla əldə olunması şeylərdir. Torpaq pulsuz verilib Emin Ağalarova. Elektrik pulsuzdur. Şirkətlər tikmək üçün, sökmək üçün pulsuzdur. Bir dənə işçilərin pulunu verirlər. Oradan da işçilər şikayət edirlər ki, pulumuzu vaxtında vermir və bizə fəhlədən betər pul verir. Suyu pulsuzdur, elektriki pulsuzdur, zibil daşımağı pulsuzdur, dənizi pulsuzdur, hər şeyi pulsuzdur. Şərait yaradıb ona tikir. Başqalarına niyə belə şərait yaratmırsan İlham Əliyev? Hə? Və dünənləri Emin Ağalarov məruzə edib İlham Əliyevə, deyib ki, bəs qarşıdakı 3 il içərisində daha 5 milyard investisiya qoyulacaqdır. Dünyada hansısa ağıllı bir biznesmen, elə bir ağıllı bir biznesmen gəlib Azərbaycanda, diktatura ölkəsində səhər başına nələr gələ bilər, əllərindən alınar, onların burada qurduqları, qoyduqları investisiyalar. Gəlib Azərbaycanda investisiya qoyar, otel tikər, şəhərcik tikər, böyük binalar alar. Yox, yəni o qarşıdakı 5 milyard da, indiyənə kimi ora xərclənmiş 3 milyard da toplamda bunlar nəzərdə tuturlar ki, 8 milyard Sibirizə pul yatırırlar. Güya xarici investorlar, onlar bunlar. Birinin adını çəkin də. Emin Ağalarov, ay utanmaz. Yalandan nə danışırsan? İlham Əliyev, nə utanmaz adamsan sən. Niyə yalandan danışırsınız ki, güya xarici investorlar gəlir Sibirizə yatırım eləyirlər. Hamısı öz pullarınızdır. Yoxsa 8 milyard da deyil. Neçə milyard yeyirsiniz hər qoyduğunuz bir investisiyada, gördüyünüz işdə müftədən pul qazanırsınız. Qazanmırsınız, oğurluyursunuz, yeyirsiniz, sümürürsünüz, soyursunuz, bu xalqın dərisini soyursunuz.
Dəyərli dostlar, diqqətlə qulaq asın. Deməli, mexanizm belə qurulubdur ki, o orta tipli hətta məmurlar rüşvətlər alsınlar, varlansınlar ki, bunların sibrizlərindən, bunların paşa holdinqlərindən, paşa tikintilərindən evlər, villalar alsınlar. İndi orada Xəzər dənizində süni yarımada yaradıb. İlham Əliyev gör nə qədər utanmaz adamdır ki, özünün keçmiş kürəkənindən, keçmiş də deyil, indi də onlar Leyla Əliyeva ilə deməli Araz Ağalovun oğlu Emin Ağalov indi də görüşürlər. Güya oğullarına görə. Xeyr, onların öz münasibətləri də var. Leyla Əliyevanın könlü istəyəndə Emin Ağalarov çağırır. Leyla Əliyevanı çox yaxşı tanıyır Azərbaycan xalqı. Bütün dünya da tanıyır. BMT-də o biabırçılığı, o utanmazlığı göstərən Leyla Əliyeva deyil idimi? Birləşmiş Millətlər Təşkilatının böyük konferans salonunda İlham Əliyev çıxış edərkən tribunada Leyla Əliyeva orada selfie çəkirdi, ağzını belə tuturdu, gülürdü. Bu ölkəni kimlər idarə edir, hə? Aman Allah. Kimlərin öhdəsinə qalıbdı? Mən indi sizə, dəyərli dostlar, şuna qədər izləyin. İndi mən sizə deməli milyarder iş adamı, elə Əliyev ailəsini çox yaxından tanıyan, Leyla Əliyevanın keçmiş dostu, həmçinin də ki, İlqar Hacıyev özü danışır, deyir ki, biz bir yerdə, bir məclisdə mən onun nələrdən, nə hoqqalardan çıxdığını görmüşəm mən, nələr elədiyini. İndi adam yalan danışmayacaq ki, qonşu olubdu. Deməli, Moskvada, Ukrayna otelində, orada adı oteldir, amma bildirirdi ki, 22-ci mərtəbə, 22-yə 23-cü mərtəbə böyük o koridorla hamısı bir yerdə prezident ailəsinin öhdəsinə verilmişdi. O, onlarındır. Mehriban Əliyevanın, Leyla Əliyevanın idi. Hansı ki, Qod Nisanovun oteli hesab olunur ora. Üst mərtəbədə isə bir mənzildə, apartmanda məhz İlqar Hacıyev almışdı oradan. İndi görün onun başına nələr gətiriblər və Emin Ağalarovu necə ifşa edir. Etdiyimiz müsahibədən bir hissədir. Moskvada İlqar Hacıyevin bizneslərini əlindən alanda böyük bir biznes obyekti, ofisini də zorla əlindən alıblar. Ötən aylarda Emin Ağalarov da utanmazcasına həmin oteli, daha doğrusu ofisin qarşısına video çəkir, deyir ki, bəs atamın familiyası sağ olsun, bunların hamısı halal yollarla, təmiz pullarla alınıbdır. Amma İlqar Hacıyev özü ifşa edir ki, bu utanmaz, ay utanmaz. Bax, indi videolarını sizə göstərəcəyik biz. Ki, onun atamın halal puludur, təmiz pullarıdır dediyi ofis, böyük o bina məhz əvvəllər İlqar Hacıyevin olubdur. Qod Nisanovun qoçuları zor gücü ilə gəlib işçiləri oradan çıxardıblar və İlqar Hacıyevin işçilərini və ofisə buraxmayıblar. Ondan bir neçə il sonra keçib, bəzəyiblər, düzüyüblər, veriblər Emin Ağalarova ki, ala, bu da sənin ofisin. Emin Ağalarov da deyir ki, atamın təmiz pullarıdır. Nə utanmaz, nə həyasız adamlarsınız siz. Baxın, dəyərli dostlar, baxın, söhbət bundan gedir. Mənim əlimdən alınmış, mənim olunmuş ofisi alınmış. Emin Ağalarov mənim əlimdən alınmış, mənim ofisimi zəbt olunmuş ofisi İlham Əliyevin tapşırığı ilə Xahiş edirəm, bəyənin, paylaşın, daha da çox insan izləsin. Xahiş edirəm, önəmlidir bu. Qod Nisanov, İlham Rəhimov, Elman Bayramov, Narışkin, ofislər, mən indi adlarını çəkmək istəmirəm. Eyni sizin kanalınızda bu rolik var Rus dilində. İlham Əliyevin tapşırığı ilə Qod Nisanov mənim ofisimi zəbt eləməyi. İndi ki, Emin Ağalarov qapı açır və orada durub deyir ki, mənim atamın familiyası sağ olsun və mən təmiz pullarla bu işləri görürəm. Ancaq çox maraqlı bir şeydir ki, zəbt eləyən, ofisi oğrayan Qod Nisanovdur İlham Əliyevin tapşırığı ilə. Bu, Azərbaycan parlament seçkiləri kimi bu da bir möcüzə, bir iş olur. Deməli,
kutunun içərisinə salırlar bir adamı, kutudan çıxır başqa bir adam. Eyni bir şey Qod Nisanov quldur dəstəsindən mənim ofisimi zəbt eləyir. Tural bəy, sizdən xahiş eləyəcəm, onu da göstərəsiniz. Belə göstərin. Bax, bu ofisdir. Emin Ağallarovun göstərdiyi, bax, bu ofisdir. Bu isə illər öncə İlqar Hacıyevin ofisi, gəlirlər Qod Nisanovun qoçuları. Bu qadın kimdir? Bu işçilərdir. Sizin işçiləriniz idi. Подождите, а в чем Bəs вопрос? bu kişi kimdir? İlqar bəy, bu kişi kimdir? Можно поинтересоваться? Quldurları arkada da görərsiniz. Polis formasında mühafizəçilər var, polis formasında adam var. Has ki, mənim bütün işçilərimi səhər tezdən gəlib qapıları, hamısını, qabağını kəsib və işçiləri işə buraxmırlar və bütün 3 dənə ofisi dalbadal polislərin dəstəyi ilə zəbt edirlər. Və bu ofis, bax bu ofisdir, eləmi? Bəli, eyni ofisdir, eyni yer. Sanmazlığa baxın. Kutuzovski 3, düz Ağ Evdən üzbəüz və Atel Ukraynadan üzbəüz. Deməli, Qod Nisanov. Bura haradır? Burada ofisin içərisi, o vaxt ofisin içərisində. Artıq içərisidir. Bunlar zəbt eləyəndə ofisin içərisidir bu. Bu, həmən quldurlardır, həmən qapının ağzında duran, bu arxasından çevrilib durub. Yəni, bu da artıq zəbt eləyəndən sonra bu Qod Nisanovun... Təhlükəsizlik kameralarına... Bəli. Qod Nisanovun adamları gəlib mənim işçilərimi oturdurub və onlara deyir ki, bütün elektron açarları təhvil verin, nə bilim, nəyiniz varsa, hamısını Qod Nisanovun... Bu da direktor, tutulmuş direktor Leyla ilə və bu nəydi, Anar Ələkbərovun böyründə ortasında var. Aha, indi şəkildə görsənəcəkdir o. Görürdü bəs onda. O vaxtda demişəm, Leyla xahiş eləmişdi. Mən bunu işə götürdüm. Budur, Nikita Danilchenko. Deməli, bu Qod Nisanov zəbt eləyəndə ofisi, mən buna demişdim ki, ay bala, sən tutlassan, sən mənim icazəm olmadan bir sənətə qol çəkmə. Bu sizin işçiniz olubdu? Bəli. Leylanın xahişinlə işə götürmüşəm. Yəni, mənim işim... Deməli, yanınıza yerləşdirmişdilər bunu? Bəli, mən də o vaxt başa düşmürdüm ki, bu nə oqqalardı, nə oyunlardı. Sonra bu uşağı, deməli, 8 il güya ki, bu uşaq Nikita Danilchenko bir qızı zorlamaq istəyib, zorlamayıbdı. Bir dənə polis qay işçisinin qızı az ki, işdən çıxartmışdılar. Üzünə durmuşdular. Azərbaycanın necə sistem işləyir? Tofiq Yaqublu'nun, onun, bunun. Bu uşağın üzünə durdurub konkret olaraq iş verdilər. Saldılar bu uşağı türməyə. Türmədə bütün davernisləri aldılar. Hər şey, razılıqlar aldılar. Və bu şəkil prezidentin köməkçisi Anar Ələkbərovla, Leyla Əliyeva ilə bu şəkil nə vaxt sizin bu ofisiniz zəbt olunandan sonra çəkilib, yoxsa ondan əvvəl idi? Bu, mənim ofisim zəbt olunandan əvvəl şəkil çəkildi. Bu, Leylanın sərgilərində zətdə, bu həmişə bu uşağı, özü də bu uşaq da rəssam idi. İndi Emin Ağallarovun işçisidir bu? Bu uşaq indi türmədədir. Emin Ağallarovun işçisi deyil. Burada bir nəfəri göstərir, ona görə deyir mənim işçim. Yox, o deyil. Başqa adamdır. Başqa adamdır. Ona oxşuyur. Oxşuyur. Bu adam Emin Ağallarov. Mənim Qod Nisanov zəbt elədiyi ofisi büyün ələ keçirdi və o nəyi göstərir Tural bəy? Mən dəfələrlə yadınızda sizə demişəm ki, İlham Əliyev həmi Qod Nisanovdan şərikdir, həmi Araz Ağallarovdan şərikdir, həmi İskəndər Xəlilovla, həmi Vahid Ələkbərovla. Bu da bunu subut fakt göstərir ki,
Qod Nisanov zəbt elədiyi biznesi oradan Emin Ağalarov bu gün çıxır. Bu nəyi göstərir ki, birbaşa Leyla Əliyevanın tapşırığı ilə olan işlər idi Tural bəy. Yəni bu Leyla Əliyeva da çox yaxşı bilirsiniz ki, Eminin göyə ayrılmış arvadıdır. Ancaq biz bugün görürük ki, Tural bəy, bu Emin Ağalarov Özbəkistan dövlət səfərlərinə gedir. Nə bilim, Emin Ağalarova görə parlamentdə ayrı-ayrı qanunlar çıxır. Bunun bir sırrı var. Bu sırrı bütün xalqımız düzdür, bilir. Ancaq mən bugün açıqlamaq istəyirəm ki, bu Emin Ağalarov nəyə görə, necə olur, mənim kimi adamların ofislərini zəbt edirlər, başqalarının Nərdaranda torpaqlarını zəbt edirlər, nələr işlər görsə də bu adamlar belə deyək, bizim devlətin vergisindən tutmuş, hər bir şeyindən tutmuş, İlham Əliyevdən keçmiş qaynatasından bir yerdə əlbir oğruyurlar. Bu da sır nədir Tural bəy? Yadındadırsa bir balaca qız var, Əminə Tural bəy. Emin Ağalarov və Leyla Əliyeva boşanandan sonra güya ki yetimxanadan bir də uşaq götürübdülər və rəsmi öz adım familiyasını veribdilər. Dəyərli dostlar, xahiş edirəm, yayımımızı bəyənin, paylaşın. İlqar bəy çox vacib, əhəmiyyətli, sensasiyalı bir məlumatı danışarkən nəyisə şəbəkəsi itdi. İndi yəqin ki, qayıdacaq. Честные деньги. İlqar bəy, bu utanmazlığın hansı dərəcəsidir deyir? Честные Mən onu деньги. demək istəyirəm ki, ay Tural bəy. Sizin əlinizdən alınmış ofisi açır və deyir ki, честные деньги. Bizim Təmiz dədə pul. babadan bir sözümüz var. Halallıq olmadan bir namuslu, qeyrətli bir kişi başqa kişinin nə malına baxar, nə göz tikər, nə də bir... Hətta sənin burada günahın olmasa, sən bilirsən ki, bu ofisi məndən İlham Əliyev, Qod Nisanovla, tək ofisi yox, 500 milyon dollarlıq Rusiyada, 4 milyard dollarlıq Azərbaycanda zəbt edilib, oğruyubdur mənim biznesimi. Bugün bu yəqin səhv salıb. Deməlidir ki, çox sağ olsun mənim İlqar əmim, ya bilmirəm, dayım, bilmirəm kim mən belə bir ofisi ələ keçmişəm. Və ikinci də deyir ki, честно купленные деньги. Mən sual vermək istəyirəm elə Tural bəy sənə. Emin Ağalarov hardan честно pul qazandı? Bunun bir sırrını mən 2 dəqiqə danışmaq istəyirəm. Sonra da bu suala xahiş edirəm, sən bir cavab ver. Əminə sirri? Əminə ilə bağlı nəsə deyirdiniz? Tural bəy, Əminə sırrını çox adam bilir də ki, bu güya ki Leyla ilə Emin Ağalarov qızlığa götürübdülər bu uşağı yetimxanadan. Ancaq çox gözəl də məni tanıyanlar və Real İlham Əliyevin, Cahangir Ələsgərovun ailəsini tanıyanlar çox gözəl bilirlər ki, bu Cahangir Əsgərovun nəvəsidir və Heydər Əliyevin nəvəsidir. Çünki dədəsi İlham Əliyevdir bu uşağın, anası Cahangirin qızıdır və Mehribanın şəxsən tapşırığı ilə ki, bu işi durdurmaq üçün o uşağı Cahangirin qızının əlindən alıbdılar, qızı İtalyanlıya ərə veribdilər. Sənin də neçə də verilişlərin olub bu məsələ ilə. Bugün də bu sır nədir? Emin Ağalarov bugün belə hər yerə, prezidentlə, dövlət səfərlərinə, məni kimi iş adamlarının ofislərini zəbt eləmək. Nədən? Çünki bu adam bunların sırrını saxlayır. Bu Emin Ağalarov durub desə ki, bu İlham Əliyevin qızlığıdır. Mən onu İlham Əliyevi pakrivat eləmək üçün onu qızlığa götürmüşəm. Qızıdır, İlham Əliyevin qızıdır Əminə. Mən onu qızlığa götürmüşəm. Sən özün bilirsən ki, Mehriban dünyanı dağıdar. Ona görə bu məsələ Emin Ağalarov həm şərikdir, həm bunların sırlarını bilir. Bəli, dəyərli dostlar, baxın, Emin Ağalarova Azərbaycanda belə şərait yaradılması, yaşıl işıq yandırılmasının səbəbləri çoxdur.
Həmçinin də ki, Əliyev öz nəvələrinin gələcəyi üçün Azərbaycanın torpaqlarını, nardaranların torpaqlarını, dənizkənarı və daha böyük ətrafı verir Emin Ağalarova ki, tiksin, qursun və hazır bir vəziyyətdə Əliyevin nəvələri gələcəkdə bizneslərini idarə etsinlər. 8 milyard pul qoyulursa bir şəhərciyə, bax 8 milyard. Görün, bunlar ən azı oradan bir 5 qat pul götürməlidirlər. 8 miljardı da vurun 5-ə, görün nə eləyir. Azərbaycanın dövlət büdcəsindən, bir illik dövlət büdcəsindən daha çox pul qazanırlar bunlar. Bir neçə illərin içərisində. Azərbaycan xalqı isə kasıb yaşamaqda davam edir. Niyə? Bu ailə varlı yaşasın. Bəs haradadır ədalət? Azərbaycanda indi siyasi məhbuslar Tofiq Yaqublu azlıq aksiyası keçirir, artıq 19-cu günə keçir ölüm azlığı. Belə gedəcəksə öləcəkdir. Tofiq Yaqublunu xilas etməliyik. Eyni zamanda Əvəz Zeynallı xərçəng xəstəliyinə tutuldu. Gözəl Bayramlı xərçəng xəstəliyinə tutuldu, həbsxanada çıxdı, həyatını davam etdirə bilmədi, öldü. Nə qədər canlar alacaqdı? Nə qədər canlarımız alacaqdı? Və bütün bunları danışdığım üçün də mənə cinayət işi açır, axtarışa verir, deyir, yox, cinayətkərsən sən. Dövlətin, xalqın, vətənin sərvətlərini talayanlar, canlarımıza qıyanlar cinayətkar deyil və bu olanları haqqı danışan mən cinayətkaram.